Orijinal və girdirmə antifrisin fərqləri. Baxaq dostlar. BMW yazısı olduğu kimi və yaxud daha duxda. Yenə də BMW yazısı və yaxud ölçü vahidi ideal formada və yaxud daha solğun və zəif. Ümumi etiketə də baxanda etiketin qırağında burada çıxıntı salafan yoxdur. Burada isə etiketdən əlavə çıxıntı salafan var. Əsas fərqlər. Ondan əlavə palet nömrəsi və istehsal tarixi və son istifadə tarixi. Burada isə heç nə yoxdur. Qapaqlara baxaq. Daha qısa və yaxud klapanı ağ, daha hündür, klapanı qara. Və qapağın üstünə də baxa bilərik. Əlavə olaraq qeyd edeyim ki, baxın, fırlanması görürsünüz, boş fırlanması ideal formada. Bunda isə ilişə-ilişə patemniki dağılmış maşına oxşuyur. Əks tərəfinə də baxa bilərik dostlar. Orijinalda barmaq kimi sanki çöküntü, saxtada isə yenə duxta formada bir BMW yazısı. Ümumi etiketə də baxanda yenə etiketin alt hissəsindən, kitabça hissəsinin fərqi və yaxud qırağının salafanlarının kustar üsulla sanki hazırlanması. Ondan əlavə saxtanın bu qırmızı çərçivəsi ki var, daha qırmızı, bu isə ümumi açıq qırmızıdır. Və yenə də ümumi etiketin qırağında salafan yoxdur. Ox işarələrində də fərqlər var. Ön tərəfinə də baxsaq, deməli, orijinalın qabının qalınlığı içəridə olan mayeni ancaq bu şovdan göstərir ki, nə qədər qalıb. Buradan isə görsənmir. Amma saxtada isə hətta buradan da antifriz içində nə qədər var, o görsənir. Əlavə olaraq orijinalda ölçü vahidləri burada göstərilir, saxtada isə yoxdur. Alt hissəsinə də baxa bilərik dostlar. Alt hissəsində, baxın burada, orijinalda yazılar var, saxtada isə yoxdur. Bir də bu hissəsinə baxaq dostlar. Orijinalda belə bir üçbucaq var. Bunda isə belə bir yazı var, hansı ki, bu birisinin ön tərəfində var idi, onu əvəzləməyə çalışıblar. Saxta məhsullardan özünüzü qoruyun dostlar.